Geldiler. Ayhan, gelseydiler ne derdin var idi? Ne danışırsan? Hələ gəlməyiblər. Ay balam, səhər açıldı, bəs bunlar harada qaldılar? Ne bileyim. Bacı. Deyirəm. Birdən reketlər bunları da güro götürər. Dilin yanmasın sənin elə. Bu sənin ağlına hardan gəldi? Anamız getmişdi, indi ərlərimiz də getsə neyniyərik? Ay bala, bu qəbirstanlığa gedib gəlmək nə qədər çəkərik? Gərək tək bıraxmayaq bunları. Deyirəm birdən qəbristanlıqda qorxub eləyərlər. Gecələr qəbristanlıq yaman vahimalı olur. Deyir qonşumuz Fərzalı kişi. Dağ boyda kişi idi. Qəbristanlığın yanına gedəndə bir dənə səs eşidir. 3 günün içində buz kimi ərdi, kişi yox oldu. Dilin yanmasın sənin elə. Xeyir söyləməzə dedilər, bir xeyir danır. Dedi gedər, gəlməz. Bizimkilərdə İraq. İraq olsun. Qulaqlara qurmuşum. Həmidə Arxayna. Onu dərmanın bu başından ölü bıraxsan, o biri başından diri çıxar. Sənin sözündən belə çıxır ki, Səlim qorxaqdır. Səlim 10 Həmid kimisini çaya susuz aparıb, susuz gətirər. Yaxşı. İndi ki bunların biri Koroğlu, biri qaçaq nəbisə, bəs harada qaldılar? Nə bilim? Deyirəm ay qız. Bəlkə heç bunlar gedib qəbristanlığa çatmayıblar, hə? Yolda elə bunların başlarını əkiblər, pullarını da kəllərindən alıblar. Biz də oturmuşuq burada, onların yolunu gözləyirik. Elə sən deyən. Bunların başında bir iş var. Görürsən? Ağzında 10.000 dolar pul deyirsən. İndi 100 dolara görə adam başı 1000 dolar açırlar. Deyirəm daha keçib. Gəl gedək buradan.